Salam. Bu videoda Euler bərabərsizliyinin başqa bir fərqli isbatını göstərəcəm. Euler bərabərsizliyi üçbucaqda xarici çəkilən çevrənin radiusunun daxilə çəkilən çevrənin radiusunun ikimisindən kiçik olmadığını deyir. Böyük R, böyük bərabərdir 2R. R xarici çəkilən çevrənin radiusudur, böyük R. Kiçik R də daxilə çəkilən çevrənin radiusudur. İsbatı xaricdən daxilə çəkilən çevrə radiuslarından istifadə edəcəm. Xaricdən daxilə çəkilən çevrələrin radiuslarının cəmi 4R plus R, tərs qiymətlərinin cəmi 1/R'dir. Bunları bilirik. X, Y, Z müsbət ədədlər olarsa, bunların ədədi ortası böyük bərabərdir. Həmin ədədlərin harmonik ortası olur. Bərabərlik halı da əgər X, Y, Z üçü də bir-birinə bərabərsə mümkündür. Buradan belə bir bərabərsizlik əldə edərik. Bu bərabərsizliyi əldə eləmiş oluruq. Böyük bərabər 9. RA, RB, RC xaricdən daxilə çəkilən çevrə radiuslardır və bunlar üçün də təbii ki, bu bərabərsizlik doğru olacaq. Böyük bərabər 9 olacaq. Bu 4R plus R'dir. Yuxarıda göstərmişik. Bu 1/R'dir. Böyük bərabərdir 9. Buradan hər tərəfi R'yə vursaq 9R. Buradan 4R böyük bərabərdir 8R. Buradan böyük R böyük bərabərdir 2R. Və təbii ki, bərabərlik halı yalnız RA, RB, RC bərabər olarsa mümkün olur. Onda da üçbucaq bərabər tərəfli olur. Yalnız demək ki, bərabər tərəfli bucaqda bərabərlik halı mümkündür. Euler bərabərsizliyi isbat olundu. Növbəti videoda görüşərik. Sağ olun.